gəlirlər və burada Qara Yusif 1406-cı ildə Naxçıvan yaxınlığında Araz çayı sahilində döyüş baş verir. Araz çayı sahilində döyüşdə bir tərəfdə Qara Yusifdir, Qaraqoyunlular sülaləsidir, hələ dövlət yaranmışdı, bilirsiniz. Bir tərəfdə də kimdir? Teymurilərdir. Teymurilər məğlub olur burada. Qara Yusif qalib gəlir. Daha sonra ardınca 1408-ci ildə bunlar arasında baş verir Sərdurud döyüşü. Sərdurud döyüşü. Sərdurud döyüşündə də yenə bir tərəfdə Qara Yusifdir və digər tərəfdə də Teymurilərdir. Və bu döyüşdə də Teymurilər məğlub olur, Qara Yusif qalib gəlir və Azərbaycanın cənubundan Teymurilər tamamilə qovulub çıxarılırlar və Teymurilərin cənubdakı hakimiyyəti başa çatır. Biz xatırlayırsınızsa demişdik ki, bir də Şirvanşahların, daha doğrusu Kürdən şimaldakı torpaqlarda məhz Teymurilərin hakimiyyəti başa çatmışdı. Bu da İbrahimin Kür döyüşündə 1405-ci ildə. Kür döyüşündə məhz Teymurilərin məğlub eləməsi ilə idi. Cənubunda da 1408-ci